Fatih danışan, milyonların olsun. Salam əleykum. Rəvandır danışan kasıbların olsundan. İlk gün idi, dedilər ki, elə receptionda işləyəcəksən, oteldə gecə növbəsində. Bir də gördüm ki, bir nəfər xanım girdi içəri. Görəsən ki, mənim ərim hardadır? Dedim, ay xanım, valla mən sizin ərinizi tanımıram. Bilmirəm da, yəni burada nə qədər otaq var, hamısı da doludur da. Sahi var idi, qoca kişi idi, elə gecələr çıxırdı, o da sadəcə mühafizə kimi. Gəldi ki, ay bacım, sənin yoldaşın burada deyil, başqa oteldədir, mən bilirəm dedi. Ərin maşını bəlkə çöldə dayanıb deyə o sezib ki, yoldaşı bu oteldə qalır. Valla mən açıq heç bilmədim ki, o kimi idi, oradaysa da kimi idi. Yəni, müştəri çox idi da. İndi texnologiyalar inkişaf edib, AirTag-lər var. Məsələn ki, Apple-ın da AirTag-i var və digər şirkətlərin də müxtəlif həcmdə, böyükdə, kiçik, balaca fərqi yoxdur, AirTag-lər var. Deməli, bir çox adam tanıyıram ki, yoldaşının maşınına həmin AirTag-dən atır və onun harda olduğunu rahat telefonda izləyə bilir. Bəli. Yəni texnologiya inkişaf edib. Ən yaxşısı yalan danışmamaqdır. Hörmətli xanımlar və kişilər, hamıya aiddir. Amma ki, bilin ki, belə texnologiyalar var və avtomobilinizdə AirTag ola bilər. Mən keçən dəfə bir video gördüm Instagramda. Orada maşının bəlkə bir 6 dənə yerinə AirTag qoymuşdu. Ki birdən birini tapsa, o birisini tapsa, o birisini. Bildiyim sənə nəyə görə? Bəzi kişilər var ki, maşını qoyur misal üçün anasıgilin həyətində, bir dənə təkərini açır. O təkərin üstünə samakat kimi tik getdi işinin dalınca. O təkərin içindəki AirTag ona ələ verir. Sən zarafat eləyirsən, Fatih. AirTag-lərdən çox yaxşı istifadə edənlər var. Sənə deyim, AirTag-lə ailə həyatı quran insanlar var. Şey ki, ailə dağıda bilir, o ailə qura da bilər. Deyim də sizə real təcrübədir, bu barədə heç kəs danışmır, amma mən danışacağam. Deməli, bir restoranda bir xanımın bir kişidən xoşu gəlir. İkisi də subaydır. Sadəcə kişilər çox vaxt cürət eləyib yaxınlaşa bilmirlər, eləmirlər. Amma xanım buna, yəni ki, elə vurulur ki, elə aşiq olur ki, görür ki, həmin terasın da qabağında avtomobillər parkinq edirlər. Bu xanım gözünə döndüyü öz AirTag-ını atır bu kişinin maşınına. Buna deyirlər meyil salmaq. Bu mən sizə real hadisədən danışıram ha. Yəni ki, şişirtmirəm, eləmirəm, mən bunu bilirəm ki, və həmin adamlar indi ailə həyatı qurublar. Oğlanın hara getdiyini istəyir. Oğlan hansı kafedədirsə, şəhərin hansı yerindəsə, bu gedir o növbəti ünvanda. Ora bu dəfə yaxınlaşmadı. Yenə təsadüf. Və bunlar görüşürlər, ailə həyatı qururlar. Və bəli, indi bu yaxınlarda toylar olmuşdu. Yəni ki, biləsiz, belə istifadə edən insanlar var.